Bu tort mənə görə dünyanın ən asan və ən ləzzətli tortlarından biridir. Özünüzü yorub qat-qat kremli tortlar etməkdənsə, inanın səmimiyyətimə ən asan formada tez bir zamanda bunu hazırlayıb ləzzətinə doymayacaqsınız. Hələ şokolad və albalı sevirsinizsə, tam sizin üçün bir ləzzətdir. 4 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozu əlavə edib 2 qat qabarına qədər qarışdırın. Vanil qabartma 1 stəkan süd, yarı stəkan duru yağ, 3 çay qaşığı kakao, 2 stəkan və 2 qaşıq da əlavə un əlavə edin. Unun marka və keyfiyyətindən asılı olaraq miqdarı dəyişilə bilər, ona görə unu az-az əlavə etməyi tövsiyə edirəm. Öncədən silinmiş 180 dərəcə sobada bişməlidir. Sos üçün 50 ml süd, 2 çay qaşığı kakao, 2 çay qaşığı şəkər tozu, 2 paket südlü şokolad və 1 dolu yemək qaşığı kərə yağı. 300 qram albalını da üzərinə əlavə edirik. Keksimiz bişdi və soyudu, çox gözəl qabardı. Çəmbərin içərisindən çıxardıqdan sonra 2 yerə bölürük. Alt hissəsinin içərisini oyub həmin albalı sosun içərisinə əlavə edirik. Onları bir-birinə tamamilə qarışdırdıqdan sonra başlayırıq keklərimizi südlə islatmağa. Mən südün içərisinə biraz pudra şəkər də əlavə edirəm ki, şit olmasın. Siz bunu şərbətlə də edə bilərsiniz və yaxud da mürəbbə suyuyla. İçini isə doldururuq keksin içərisinə. Üzəri üçün 250 qram şokoladlı qaymaq, 2 paket də acı şokolad, 1 dolu stəkanda yer fıstığı. Qətiyyən qaynatmırıq, isidirik və üzərinə əlavə edirik. 5-6 saat soyuca dinləndikdən sonra başlayırıq kəsməyə. Həm